Bakıda dedi ki, liseyin şagirdi müəlliminə odlu silahdan ateş açıb. Hazırda elə İdrak Liseyinin qarşısında baş verən bu hadisə ilə bağlı Rəqsanə İbrahimzadə bizə detalları çatdıracaq. Rəqsanə, hər vaxtın xeyir olsun. Salam Şinarə, hər vaxtınız xeyir olsun. Bəli, vurğuladığın kimi səhər saat 9-10 radələrində Binəqədi rayonunda yerləşən İdrak Liseyində hadisə baş verib, insident baş verib. 10-cu sinif şagirdi öz müəlliməsini odlu silahdan ateş açaraq ona xəsarət getirib və həmin müəllimi də 29 yaşı olub, riyaziyyat müəllimi olub və elə kliniki tibbi mərkəzə müraciət daxil olub bununla bağlı və elə kliniki tibbi mərkəzdə hazırda həmin şəxsi ilkin tibbi yardım göstərilir. Boyun nahiyəsindən güllənin dəydiyi bildirilir və boyun nahiyəsindən xəsarət alan müəllimin hazırda vəziyyəti orta ağırdır. Yəni vəziyyəti indiki məqamda ağır olaraq qiymətləndirilir və dediyimiz kimi hadisə özəl İdrak Liseyində qeydə alınıb. 10-cu sinif şagirdi məktəbə tüfənglə gəlib, məktəb çantasına ov tüfəngi yerləşdirib və bu formada məktəbə daxil olub və dediyimiz kimi hadisənin İdrak Liseyindən də ilkin açıqlama verilib və qeyd olunur ki, hadisə tənəffüs saatlarında baş verib və yəni məktəbdə liseydə 29 yaşlı riyaziyyat müəlliminə boyun nahiyəsinə odlu silahdan ateş açılıb və məsələ ilə bağlı əraziyə polislər də cəlb olunub və ərazidə hazırda polis əməkdaşları da var, müəllimlər yəni hazırda fəaliyyət dayandırılıb və dediyimiz kimi elə məktəbin qarşısında da biz çoxlu insanların da olduğunu müşahidə edirik və valideynlər liseyə daxil olub burada öz uşaqlarını buradan götürürlər və dediyimiz kimi məsələ ilə bağlı artıq yəni güllələnmə hadisəsi ilə bağlı cinayət işi də açılıb, elə baş prokurorluq bununla bağlı məlumat gəlib və qeyd olunur ki, şagird tərəfindən odlu silahdan ateş açılmaqla müəlliminə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda cinayət məcəlləsinin müvafiq maddələri ilə hazırda aparılır və dediyimiz kimi biz elə hadisə yerindəyik. İdrak Liseyində dediyimiz kimi bu hadisə qeydə alınıb və içəri giriş mümkün deyil. İndi operatorum həmin kadrları sizə göstərməyə çalışacaq mümkün olduğu qədər. Valideynlər öz uşaqlarını elə liseyə daxil olub buradan aparmağa çalışırlar. Təbii ki, biz az yaşların olduğunu da müşahidə edə bilirik burada və təhlükəsizlik üçün elə həmin şəxslər də, valideynlər də öz övladlarını liseydən gəlib aparırlar. Dediyimiz kimi hadisəni törətməkdə şübhəli bilinən şagird isə saxlanılıb. Müəllim isə kliniki tibbi mərkəzdə hazırda ona ilkin tibbi yardım göstərilir və operatorum sizə mümkün olduğu qədər həmin kadrları təqdim etməyə çalışır. Və dediyimiz kimi hazırda prokurorluq əməkdaşları da hadisə yerinə baxış keçirirlər və ərazidə polis əməkdaşları da elə yəni əraziyə cəlb olunub. Daxili İşlər Nazirliyinin də məlumat verilib ki, səhər saat 9 radələrində Binəqədi rayonunda yerləşən özəl İdrak Liseyində 10-cu sinif şagirdi riyaziyyat müəlliməsinə xəsarət getirib və ov silahı ilə məktəbə gəldiyi bildirilir. Ov silahını da elə məktəbli çantasında gətirdiyi qeyd olunur. İdrak Liseyindən məsələyə ilkin münasibət bildirildi və qeyd olundu ki, hadisə tənəffüs saatlarında baş verib və yəni tənəffüs saatlarına qeydə alınıb hadisə və ehtiyatsızlıqdan baş verdiyi bildirilir. Amma necə bir ehtiyatsızlıqdan baş verib bu hadisə ki, şagird çantasında ov tüfəngi ilə atasına məxsus olduğu bildirilir. Həmin ov tüfənginin də şagird atasına məxsus olan ov tüfəngi ilə məktəbə gəlir, yəni liseyə gəlir və burada öz müəlliməsinə xəsarət yetirir. Müəllimin boyun nahiyəsindən zərbəni aldığı bildirilir və elə kliniki tibbi mərkəzə bununla bağlı müraciət daxil olub və müəllimin vəziyyəti orta ağırdır. 29 yaşı var müəllimin və dediyimiz kimi hadisə özəl İdrak Liseyində qeydə alınıb. 10-cu sinif şagirdi tərəfindən güllələnib. Cümlənin ağırlığı necə böyüdü? Şagirdi tərəfindən güllələnən müəllim hazırda kliniki tibbi mərkəzdən ona ilkin tibbi yardım göstərilir və şagirdin ov tüfəngini liseye məktəb çantasına gətirdiyi də İdrak Liseyi tərəfindən təsdiq edilib. Belə bununla bağlı da məlumat orada qeyd olunub və təbii ki, bu hadisənin nə cür baş verdiyi ilə bağlı araşdırma aparıldıqdan sonra ilkin informasiyalar da təqdim olunacaq. Operatorum sizə elə hazırda ilkin müşahidə etdiyi kadrları təqdim etməyə çalışır. Kliniki tibbi mərkəzdən, baş prokurorluqdan, Daxili İşlər Nazirliyindən artıq məsələ ilə bağlı rəsmi məlumatlar da təqdim olunub və elə biz də həmin əldə etdiyimiz ilkin informasiyaları diqqətinizə çatdırırıq və elə Binəqədi rayon prokurorluğunda da məsələ ilə bağlı cinayət işi də açılıb və təbii ki, indiki məqamda da elə valideynlər əraziyə gəlib İdrak Liseyinə, özəl İdrak Liseyinə gələrək öz övladlarına
buradan aparmağa çalışırlar və əldə etdiyimiz ilkin informasiyalar belədir. Daxili İşlər Nazirliyi, Baş Prokurorluqdan məsələyə münasibət bildirilib. Kliniki tibbi mərkəzdə də hazırki məqamda müəllimin müalicəsi davam etdirilir. Ərazidə polis, yəni polislər də bizim müşahidə edilir. Polis qüvvələri də əraziyə cəlb olunub və təbii ki, təhlükəsizliyi təmin etmək üçün çalışırlar və valideynlər də əraziyə gəlir, öz övladlarını aparmağa çalışırlar. Səhər saat 9-10 radələrində baş verib hadisə. 10-cu sinif şagirdi riyaziyyat müəlliməsinə çantasında gətirdiyi ov tüfəngi vasitəsilə xəsarət yetirib və İdrak liseyindən də təqdim olunan ilkin informasiyaya görə hadisənin ehtiyatsızlıqdan baş verdiyi deyilir. Amma təbii ki, həmin şagird əgər ov silahını çantasına yerləşdirirsə, elə burada uşaqlardan da ilkin şəkildə ərazidə olan şəxslərdən də məlumat əldə edəndə onlar da ilkin informasiyalar təqdim etdilər. Yəni ov tüfəngi ilə liseyə gəlib, burada hadisənin nə cür baş verməsi ilə bağlı hələ ki əldə etdiyimiz informasiyalar bu qədərdir. Rəsmi məlumatlara istinad edirik. Bizdən hələlik bu qədər, ərazidəyik, məlumatları izləyirik. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm Rəqsanə. Bəli, artıq bu məlumatı təqdim etdik. Qısa fasiləyə ayrılacağıq indi.